Herkese salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugünkü videomda sizlərə çox faydalı, həm də dadlı bir yemək olan gicikən alasının bişirilmə qaydasını göstərəcəm. Gicikən bitkisi əlləri daladığı üçün mütləq şəkildə əlcək taxmaq lazımdır. Əvvəlcə biraz faydalarından danışaq. Bu bitki qaraciyəri təmizləyir, immuniteti gücləndirir, orqanizmdəki toksinləri atmağa kömək edir. Bir çox vitaminlərlə zəngindir, xüsusilə də A, C, K vitaminləri, dəmir, maqnezium kimi minerallarla da zəngindir. Panikin alalarını təmizləyərkən yeyilə bilən pencər ağlarını da yığmışdım. Onları da gicitkənlə birlikdə bişirəcəm. Siz istəsəniz hər hansı bir aladan da istifadə edə bilərsiniz. Həm dadına dad qatacaq, həm də daha zəngin tərkibli olacaq. Alaları əvvəlcə robotda doğrayıram. İstəyən taxtada da doğraya bilər. Mənim üçün bu üsul həm tez, həm də rahatdır. Alaları bir dəfə qaynadıb suyunu süzürəm. Çox qaynatmırıq ki, vitaminləri getməsin. Soğanı qovurduqdan sonra süzdüyümüz alaları əlavə edirik. Suyu çəkilib yağa düşdükdən sonra yumurtasını əlavə edib 2 dəqiqədə elə bişiririk. Bu ləzzətli, həm də faydalı yeməyi qatıqla da süfrəyə verə bilərsiniz. Həm doyumlu, həm də çox xeyirlidir. Qeyd edim ki, kanalım hələ yenidir. Əlimdən gəldiyi qədər sizə faydalı və maraqlı videolar təqdim etməyə çalışıram. Dəstəyiniz mənim üçün çox önəmlidir. Mən çalışdım bildiklərimi sizinlə bölüşməyə. Ümid edirəm ki, siz də bişirib faydalanarsınız. Hələlik bu qədər. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.